Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə bir tərəzi verilir və tərəzinin sağ qolu üzərində 7 kiloqram, 10 kiloqram ağırlığında çəkilər var. Sol qolu üzərində isə 8 kiloqram və sual işarəsi yerinə neçə kiloqram olarsa, tərəzinin tarazlığı bərpa olunar. Bu tip testlərdə ilk öncə tənliyimizi qurmağa çalışaq və burada ilk diqqət yetirəcəyimiz isə yüklərin mərkəzdən neçə intervalda yerləşməsidir. Baxırıq ki, eyni aralıqdır və tutaq ki, 8 kiloqram mərkəzdən 1, 2, 3, 4-cü intervalda yerləşir. 7 kiloqram isə 1, 2, 3-cü intervalda yerləşir. Və bunları qeyd eləyək. 8 kiloqram 4-də, 5, 6, 7. Sual işarəsi isə 7-ci intervalda yerləşir. 7 kiloqram 1, 2, 3-də, 4, 5, 6-da da 10 kiloqram yerləşir. Və tənliyimizi quraq. Tənliyimizi ilk öncə tənliyimizin sol tərəfin, tərəzimizin sol tərəfi üzərində yazaq. Deməli, 8 kiloqram 4-cü intervalda yerləşir. Ona görə 4 vurulmuş 8 yazırıq. Plus, sual işarəsi yerinə x yazsaq, x da 7-ci intervalda yerləşir, 7x olur. 7 vurulmuş x da 7x. Bərabərdir. Bərabərliyin sağ tərəfin tərəzimizin sağ qolunda olan çəki və məsafələrə uyğun yazacaq. Deməli, 7 kiloqram 3-cü məsafədə yerləşir. Deməli, 3 vurulmuş 7 yazırıq. Üzərinə gəlirik. 10 kiloqram 6-cı məsafədə yerləşir. 6 vurulmuş 10. Tənliyimizi qurduq və tənliyimizi sadələşdirək. 4 vurulmuş 8 edir 32. Plus 7x bərabərdir. 3, 7, 21 edir. Plus 6 ilə 10-un hasili də 67. Yazırıq 32 plus 7x bərabərdir. 21-in üzərinə 60 gələndə 81 edir. Buradan da 7x bərabərdir. Toplanan cəm, toplananlardan birini tapmaq üçün cəmdən məlum toplanan çıxmaq lazımdır. 81-dən 32-ni çıxanda 49 edir. Buradan da x bərabərdir 7. Deməli, tapdıq ki, sual işarəsinin yerinə 7 kiloqram ağırlığında yük olarsa, onda bizim tərəzimizin tarazlığı bərpa olunmuş olur. Və 7 kiloqram da B variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.